Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində deməli Abbasət adına xəstəxananın aşağı tərəfində, yəni təzə məhəllələrdə 4 sot, pafaktu 4, ancaq sənəddə 3 sot torpaq olan, yəni bax belə bir həyət ev satılır. Hal-hazırda mən bax qapıdan giriş hissəsində yerləşirəm. Qapısı dəmirdir, məhəlləsi də var, bağçası da var. Ancaq bir zal 3 otaqdır. Bax gördüyünüz bu deməli otaq hal-hazırda dediyim otağın sayına aid deyil. Çünki bax burada qapıdan giriş hissəsində 5-in 4-ə bax belə bir deməli zal var. Bura isə mətbəxdir. Mətbəx mebeli evdə qalacaq. Bax belə bir həyət evinin qiyməti 115.000 manatdır. Mən bildiyimə görə qiymətində mütləq razılaşma olmalıdır. İnsə dediyim kimi bir zal 3 otağı keçirəm. Bax bu zalın uzunluğu 7 metr, eni 4 metrdir. Mən elə gəlir ki, bunun eni bir balaca böyük olmalıdır. Gördüyünüz kimi polu taxtadır. 2 qat kubiklə hörülüb. Deməli bundan başqa deməli kürsülüdür. Bax bu otaq 4-ün 4-dədir. Dediyim kimi Gəncə cihaz qayırma zavoduna yaxın bir ərazidə, yəni 22 nömrəli marşrutun bax getdiyi yoldur. Bura isə deməli 5-in 4-dədir. Bax otaqlardan birini göstərirəm, təmirlidir. Sənədi sərəncamdır. Arxiv arayışı var. İndi isə mən sizə 3-cü otağı göstərirəm. Bax 3-cü otağın ölçüsü 6-nın 4-dədir. Bax necə görürsünüz bu cür də var. Bax belə bir həyət evinin qiyməti deməli 115.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə yenidən mən sizə zalını göstərirəm. İndi isə siz deməli otaqların necə yerləşməyini görürsünüz. Çox yaxınlıqda 24 nömrəli orta məktəb, həmin məktəbin yaxınlığında bildiyiniz kimi uşaq bağçası var. İndi hamamına keçirəm. Bax hamamı da təmirlidir. Bax hamamı bu cürdür. Bura deməli razdivalkasıdır. Gördüyünüz kimi 2-nin 2-yədir, 2-nin 2 yarımadır. Bax bu cür yenidən mən sizə hamamını göstərirəm bu həyət evinin. Bax belə bir həyət evinin qiyməti 115.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İnsə bağçasına, eyni zamanda məhəlləsinə çıxıram. Dediyim kimi kürsülüdür. Bax belə bir həyət evinin şıp evə girdim. Ay. Deməli, hal-hazırda siz bağçasını görürsünüz. Gördüyünüz kimi hardasa 6 ədəd ağaçını var. Eyni zamanda navesin alt hissəsini görmək mümkündür. Qarşıda isə bax belə bir yarım tikili var. Hal-hazırda orada elə bir iş yoxdur. Ancaq material var. Deməli mətbəxin altı badvaldır. Yenidən deməli mən sizə navesin alt hissəsini göstərirəm. Dediyim kimi 115.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.